Oturmuşsan, dostlarla söhbət edirsən, azan verildi. O an Allah yadında düşdü, gezən ibadət edilməyə. Ya məsələn bir günahdan söhbət düşür, Allah yadında düşür, günahdan çəkinirsən, qaçırsan, mövzunu dəyişirsən. Bax bu təzəkkür, bu zikir, bu Allahı xatırlamağın bir vaxtdan sonra insana lütfundan ibarətdir ki, Allah günahın içini göstərəcək bəşərə, buna arxain olun. Allah ibadətin özünü göstərəcək, həqiqətini, batinini göstərəcək bəşərə. Və bunun ayəsini deyirəm sizə. Əziz Allahımız Quran-ı Kərimdə bu innellezine ittaqav, təqvalı bəndələr, özdən yox deyən bəndələrim, özünün qabağında dayanıb bunu etməyəcəksən deyə biləcək qədəri güclü olan, qüdrətli olan bəndələrim. Bilin ki, İzə məssəhum taifun minəş-şeytan. Əgər şeytan sizə hücum eləsə, toxunsa, sizə tərəf gəlmək istəsə, toxunsa, yəni sizə vəsvəsə eləmək istəsə, yaxınlaşmaq istəsə, təzəkkəru. Zikr eləsələr, mən belə bəndələrim. Bilsinlər ki, fəizahum mubsirun. Allah onlara bəsirət verər. Şeytan hardan hücum edir, neynəmək istəyir, bu işin sonluğu nə?